Yaxınca, yaxınca. Deməli, bugünkü modellərimiz yenə hamısı BMW-lərdə F10, F30, F36. İndi bu gün bu F10 haqqında video çəkəcəm. Deməli, avtomobil X-Drive modeldir. 2 turbo benzin mühərrikdir. Biz həmişə videolarda deyirik tali ilə, amma nədənsə bəzi izləyicilər bizi səhv başa düşür. Yəni söhbət bəzilərindən gəlir. Elə bilirlər ki, biz büdcəsinə görə və yaxud da ki, öz xeyrimizə görə deyirik. Bizim üçün heç bir fərqi yoxdur. Müəyyən kilometr var ki, N20 mühərriklərdə həmin o kilometrdə mütləq ki, avtomobilin sepbaşmağı dəyişilməlidir, ümumi qulluğu olunmalıdır. 190 minə yaxın yürüyüş məsafəsi var. Karteri söktük. Başmaqlara bax. Gəlib tutur yağ kəfkirinin başını. Bax, gözlə lentisindən çıxardım. Bax. Yağ kəfkirinin başını tutur. Sonra da mühərrikə yağ qalxmır. Gəl bura karteri göstərəm. X-Drive'dır, dəmir karterdir. Bax. Başmaqlara bax, qırıntılara. İndi bunu göndərəcəm maşın yəsinə. Bax, dibində də var. Bax. Minimal 140-a dəyişilməlidir. Ən maksimum halda yürüyüş məsafəsinə, yürüyüş sürətinə uyğun olaraq, yəni avtomobilin işləmə prinsipini nəzərə alsaq, ortalama olaraq ən maksimum halda 140 min yürüyüş məsafəsində qədər avtomobilin sepbaşmağı dəyişilməlidir. N20 mühərriklərdən söhbət gedir. Yəni 2 turbo benzin mühərriklərdən söhbət gedir ki, bunların hamısı dəyişilməlidir. İndi bu avtomobildə, yaxınlaş bura. Baxın, Vezgate klapandır. Vakuumlu klapandır. Və görürsünüz svarkanı. Svarka vurulur və talih də burada bir əli ilə baxın, nə qədər çəksə belə Vezgate klapan görürsünüzmü aralı qalır. Görürsünüz. Bu da sabarısı üçün yüksək qaz verəndə tahrik xətası verir, pivot xətası verir. Düzgün işləmir, turbo tam təzyiqini verə bilmir. Bunun düzəlmə yolu ancaq turbo sökülməlidir, kollektor bir yerdə getməlidir. Turbo ustasında stend olunmalıdır. Vezgate klapan təbii ki, dəyişilib orijinal qoyulandan sonra. Yəni, ora yalana svarka vurmaqla, yəni bu işin kökünün həlli olunmur. Sadəcə olaraq, vremenli olaraq svarka vururlar, sonra satırlar, hansısa bir alan adam da bədbəxt olur, çıxır gedir. İndi məsələ nədir? Bu avtomobildə alt sep, üst sep, başmaqlar, üst qışqa prokladkası, karter prokladkası, qabaq sanlik və bir neçə işlər də var. Hamısı detallı formada görəcəyik və avtomobil sahibinə təhvil verəcək təbii ki, zəmanətimizdən bir yerdə. Kimi ki, avtomobildə belə ümumi qulluq istəyir, bizim servis seçib yaxınlaşa bilərlər. Gördüyümüz bütün işlərə zəmanət verilir və avtomobili qoyduğunuz müddətdən avtomobildə olan bütün iş proseduru, avtomobildə hər hansında deyək ki, burasında bir defekt varsa, bunu belə avtomobil sahibinə video olaraq çəkib göndəririk. Avtomobil sahibinə bildiririk. Yəni, burada tam şəffaf formada gedir. Təşəkkürlər, izləmədə qalın.